Salam əziz tamaşaçılar, xoş gördük sizi bizim limanımızda. Hər birimizin həyatında bir liman var. Kimisi doğma evini liman sayır, kimisi dostlarını, kimisi isə ürəyinin dincəldiyi o anı. Bizim limanda isə hər həftə yeni bir səyahət, yeni bir qonaq və yeni bir hekayə var. Burada söhbətlər dalğalar kimi gah sakit, gah da coşqulu olur. Bu dəfə də gəminin sükanını çeviririk, yeni bir limana doğru irəliləyirik. Və bu limanda bizi maraqlı bir qonaq gözləyir. Gəlin birlikdə onunla tanış olaq. Bugün limanın qonağı əməkdar artist Elza Seyidcahandır. Xoş gəlmisiniz Elza xanım. Salam, xoş gördük. Bizi bizim bu gözəl, möhtəşəm Bakımızın qoynunda, gözəl limanda salamlamaqdan çox məmnunam. Mən özüm də sizi salamlayıram. Mənim üçün də çox xoşdur qayıqda və mən dənizi çox sevirəm. Dənizə hətta mahnım da var. Səndən ayrı, səndən uzaq bir sahilə çırpınan ləpə olmaq istəyirəm, olmuram, bacarmıram. Sən bir sərt qayasan ki, çırpılaraq qaçıram. Ürəyimi tək bircə mən dənizə açıram. Sən bir sərt qayasan ki, çırpılaraq qaçıram. Ürəyimi tək bircə mən dənizə açıram. Dənizə açıram, dənizə açıram. Ürəyimi tək bircə mən xanıma açıram. Elza xanım, sizi hər kəs musiqiçi, bəstəkar, şair kimi tanıyır və siz özünüzü daha çox hansı sənətdə, harda görürsünüz? Mənim üçün əlbəttə ki, birinci mənim bəstəkarlığım, amma ilk dəfə mənə bəstəkarlıqdan öncə mənə şairlik gəlir, musiqiçilik, gözəl ritmlərim var, rəqsi sevirəm. Yəni ki, belə, amma hər biri mənim üçün, bu incəsənətin bu qollarıdır. Hər biri mənim üçün bir elə bir ki, buket şəklində, bir necə deyərlər, ailəmdir mənim. Amma Türkiyədə əvvəllər biz bilmirdik, bəstəkarlar özləri oxuyurdular da, bəstələyirdilər də, şeir də yazırlar. İndi bugünkü gündə mənim elə mahnılarım var ki, sözləri də mənimdir, musiqisi də mənimdir. Əlbəttə ki, bəstəkar Elza Seyidcahan olaraq mən bunları özümdə hamısını cəmləşdirmişəm. Yaradıcılığınızda daha çox emosiyalar ön plandadır sizdə. Sizcə yaxşı əsər qabarıq duyğular fırtınasında, yoxsa sakit gəzişmələrdə baş verir? Bilirsiniz, elə fırtınalar sakit gəzişmələrdə, sakit okean deyirik, onun amma içində görün nələr var, yəni dənizin üstündə gedirik. Amma görün bizim dənizin altında bizim xəbərimiz yoxdur ki, nələr var. Bəli, nələr baş verir, nələr var. Ona görə demək istəyirəm ki, əlbəttə, düzdür, yaradıcılıqda mən emosiyalı əsərlərim də var, emosiyalı şeirlərim də var, konsertlərimdə mənim çıxışlarım da var, ifalarımda. Amma bugünkü gündə mənim emosiyalı əsərlərim də sevilir, lirik əsərlərim də sevilir. Yəni 30 ildir artıq olacaq. Siz özünüz sevilirsiniz. Bəli, amma ki, mənim əslində yenə o bağ olaydı Mikail Müşfiqin sözlərinə bəstələdiyim emosiyalı bir əsər görürsünüz. İndi də insanlar tərəfindən böyük müzakirələr və lirik əsərlərim var mənim. Tənha mahnısıdır, Son qidadır, Yarpaqdır, Həsrət nəğməsidir, Küləklərdir. Onlar dinləndikcə dinlənilir, paylaşdıqca paylaşılır və buna görə də mən deyərdim ki, dünya şöhrətli pianoçu Richter çox sakit ifa edir. Güclü insanlar fikir versək, heç biri qışqıraraq danışmayıblar. Hamısı çox sakit, böyük liderlər, təmkinlə danışıblar. Amma əlbəttə ki, yeri gələndə insan emosiyalı da olmalıdır. Yəni, əsəri biz yazırıq, əsərin A bəndi, B bəndi, orta hissəsi var, işlənmə var, kulminasiya nöqtəsi var, reprizası var, kodası var. Yəni, həyat budur. Həyatda sakit anlar da olur, çılğın anlar da olur. Mənə elə gəlir ki, əsərlər, yaradıcılıq elə bir həyat deməkdir. İnsanın həyat tərzi, həyat yaşamı deməkdir, həyat yaradıcılığı deməkdir. Çox gözəl. Elza xanım, liman bir çox anlamda bir duracaq, dayanacaq yeridir. Bu mənada özünüzü liman imkanı verdiyiniz an olubmu? Özüm özümə heç vaxt liman imkanı verməmişəm. Amma məcbur olmuşam qarşı tərəflərə görə bəli liman imkanlarım olub. O limanda da mən öz işimdə olmuşam yəni. Bilirsiniz, yaradıcılıq
elə bir evladdır ki, yəni o heç vaxt səni tərk etmir. Yəni hər bir yerdə sən o yaradıcılığı tapırsan, özün üçün bir, əgər doğrudan da sən əsl yaradıcı insansansa, yoxsa nəyə görəsə, kimdənsə götürmək, kimdənsə belə deyək də, yəni oğurlamaq da, yəni doğru dildə desək. Amma o yaradıcılıq mənə elə gəlir ki, harda olursan, o əgər gəlirsə, liman tanımır. Yəni ki, əsl elə yaradıcılıq hələ limanda ola bilər. Dəniz mövzusundayıq Elza xanım. Əgər həyat bir okean olsa, siz özünüzü orada gəmi kimi, yoxsa dalğa kimi görərdiniz? Əslində həyat elə həm okeandır, həm gəmidir, həm dənizdir, həm ləpədir, həm dalğadır. Yəni həm küləkdir, Mikail Müşfiq deyib bəstəkar küləklər. Və mənim Hidayət Orucomun Sakit Okeana gözəl bir sözlərdə bəstələdiyim əsərimdə var. Əslində şeirin adı coğrafiya dərsidir, amma orada Sakit Okeandan bəhs edir də. Mən dənizə bağlılığım, dənizi çox sevdiyim və dənizdən ruhlandığım, yəni bəhrələndiyim, insan həyatda dağ da var, daş da var, dəniz də var, çay da var, bulaq da var, amma və təbiətin gözəlliyindən yaradıcı insanlar hamısı bəhrələnə bilər. Amma mən doğrudan da dənizdən, mənim yaradıcılığımda həm dəniz, həm okean, həm gəmi mövzusu yer alıb. Ona görə elə mən özümü bir həyatın okeanına bənzədirəm. Bəzən məni elə bilirlər ki, Elza Seyidcahan məsələn ekstravagantdır və yaxud da ki, Elza Seyidcahanın baş aksesuarları var, Elza Seyidcahan yaradıcılığında sərbəstdir. Elza Seyidcahan birdən sözü Elza Seyidcahanda yoxdur. Elza Seyidcahan elə bir insandır ki, hər şeyin yerini bilir. Bilir ki, hara necə getmək lazımdır, harada nə geyinmək lazımdır, harada nə danışmaq lazımdır, nəyi demək olar, nəyi demək olmaz, deməmək olmaz, nəyi yazmaq olar, nəyi yazmaq olmaz. Yaradıcılığımda mənə çox, necə deyərlər, ruhlar mənə toxunur, yəni ki, mən çox şey deyə bilərəm, çox şey yaza bilərəm. O yaradıcılığımı da mən süzgəcdən keçirdirəm. Deyirəm, baxıram ki, bunu demək olar, bunu demək olmaz. Bunu mən desəm, insanlar bundan necə maariflənərlər, insanlara bu necə təsir edər? Yəni, çünki biz xalqın aparıcı qüvvəsiyik, belə baxanda. Oxucular bizim üçün nədir? Bizim xalqımızdır. Buna görə mən çox sevinirəm ki, bugünkü gündə xalqımızda, mən yaradıcılığımda mənfi bir ötürücü ötürməmişəm. Yəni, okean vasitəsilə onlara mən doğrudan da ibrətamiz, maarifləndirici, yenilik. Düz əlbəttə, bəziləri yoza bilərlər, özləri kimi, öz düşüncələrinə uyğun. Onların öz işidir. Amma mənim işim isə ancaq təmizlik, paklıq, müqəddəslik və necə deyərlər, yenilik. Deməli, Elza xanım, bizim verilişimizdə müxtəlif rubrikalar var. Rubrikalarımızdan biri də Kapitan Sən Ol rubrikasıdır. Və indi biz keçirik kapitanın yanına. Baxaq və onu da deyim ki, bu rubrikada sükanı kapitan sizə verəcək, siz idarə eləyəcəksiniz. Hazırsınızsa buyuraq. Əslində, deyim də sizə, ailə bir deyir, gəmidir deyir. Gəmi deyir, kapitanı kişi olur, amma gəmi bütünlüklə qadının ovucunun içində olur. İndi amma indi bizim kapitanımız adını öyrənərik, tanış olarıq, salam, icazə verərsə. Xoş gördük. Salam, xoş gəldiniz. Necəsiz, yaxşısınız? Adınız nədir? Azər. Salam Azər mənim, necəsiz? Çox sağ olun. Elza xanım, deyirlər dəniz dalğaları sevənlərindir. Siz necə, dalğaları sevirsiniz? Bu sualın cavabını Azər müəllim daha yaxşı verə bilər. Dənizdə odur, dəniz dalğaları sevənlərindir. Yəni ki, siz necə bilirsiniz? Dəniz dalğaları sevərindir, yoxsa sakitçiliyi? Elza xanım, dalğalar gözəldir. Ancaq gəmi üçün sakit hava daha yaxşıdır. Sakit hava. Amma həyat özü də bir dənizə bənzəyir. Həyatda dalğa da olur, külək də olur, fırtına da olur, sakitçilik də olur. Sükanı veririk Elza xanıma. Elza xanım, siz həyat gəminizin kapitanısınız, yoxsa sərnişini? Mən müsahibələrimdə demişəm ki, mən həm öz sənətimin xadimiyəm, həm də xadiməçisiyəm. Ona görə mən bunu kapitan da mənim həm kapitanıyam, həm sərnişiniyəm. Ona görə elə
kapitanlıq da sərnişindən başlayır. Düz Bəli, deyirəm bəli, Azər müəllim. Siz indi neçə ildir kapitan Bəli, işləyirsiniz? 34 ildir 34 ildir kapitan işləyir. Birdən-birə yəni ki mən bilirəm ki siz gəlmisiniz burada. Bəli, matros. Bəli. Elza xanım, limanda dayanmaq rahatdır. Limanda dayanmaq adam heç istəmir dayansın. Çünki elə gedirsən ki, elə bir lap dayanmırsan, sakit gəmi. Amma yola çıxmaq cəsarət istəyir. Bəli, amma qarşıda gəmilər var. Adam istəyir o gəmilərə çatsın, bir onlarla tanışı olsun. Amma dənizdə də sərhəd var. Bəli, bəli, bəli. Gedə bilərsənmi, gedə Bəs siz bilməzsənmi? sənətdə dayanıb ummana atıldığınız an Bəli, olub? bəli. Sənətdə heç vaxt dayanmamışam, ancaq ünvanlara atılmışam. Dayanmadan atılıram. Maraqlıdır. Ürək döyüntünüz bu an hansı ritmdədir? Çox maraqlı sualdır. Mən bu günləri ürək döyüntüm, siz bilirsiniz ki, görürsünüz mənim gözəl libasım da dənizin ritmindən xəbər Bəli. verir, rənglərindən, dəniz yosunlarından. Demək istəyirəm ki, ümumiyyətlə dünya ritm üzərində qurulub. Mən də dediyim kimi ritmlə qədəmlərimi gətirmişəm bu böyük bir həyata, incəsənət həyatına və məndə ritmlər tez-tez dəyişir, əsərlərimdə tez-tez dəyişir, amma ana xətt dəyişmir. Yəni insan, varlı insanların xasiyyətləri tez-tez dəyişir, bəzən onlara raybaray deyirlər, bu insan raybaray adamdır. Amma yox, məndə raybaralıq yoxdur. Belə, yəni ki, ritmsiz həyat olmaz, ritmsiz dəniz də olmaz. Mən hərdən gözəl el şənliklərində mahnıları ifa edirəm, görürüm doğrudan insanlara baxıram da, rəqslərinə bir xüsusi baxıram, amma görürüm, adi heç olmasa adam rəqs edə bilməsə də, heç olmasa ritmi olmalıdır da. Görürüm, bu insanın heç ritmi də yoxdur. İnsanlar irəli gedir, bu isə tamam başqa ritmdə deyir, amma doğrudan bu insanın ritmi, bu insan ritmi hiss eləmir. Necə yaşayır bu həyatda ritmsiz? Necə olar insan? Saat da ritmlə gedir, saat ritmdən çıxsa geriyə qalır. Düzdür mü? Dünya özü bu dəqiqə ritm üzərində gedir. Həyatınızda bəs ən böyük fırtına nə olub və o an sizi hara götürüb? Bilirsiniz, fırtınalar bir anlıq baş verir. Yəni ki, dilləri göz qaş arasında, fikirləşmədən, bilməmişəm. Həyatım elə dəyişib ki, yaxşı mənada. Allahın çox gözəl müqəddəs, hikmətli müqəddəs kitablarımızda, kəlamlarda oxuyuruq. Bizə hərdən elə gəlir ki, Allah gecikir. Amma yox, Allah heç vaxt gecikmir. Nə gec, nə tez, tam zamanında gəlir. Tam zamanında. O fırtınalar tam zamanında baş verir. Hərdən fikirləşirəm ki, mən çox zəhmət çəkirəm, çox qaçıram, çox vurnuxuram. Amma sonra onun cavabını mənə Allah elə gözəl verir. Və yaxud da mən Allahdan dua edirəm, Allahdan nəsə istəyirəm, bir ovuc istəyirəm. Amma Allah mənə bir ovuc yox, ondan qat-qat bir, bəlkə də deyərdim, yüzlərlə çox artığını verir. Fikirləşirəm ki, Allah mənə nə qədər istəyirmiş ki, mən özümü istədiyimdən də qat-qat artıq istəyir. Buna görə şükür edirəm ki, belə gözəl vətənimiz var, belə gözəl dövlətimiz, xalqımız var, belə gözəl ədəbiyyatımız var, belə gözəl bəstəkarlarımız var, poeziyamız var, rəssamlarımız var. Və biz də onların davamçısı olaraq çalışırıq ki, bu yolu davam etdirək, itirməyə, qoruyaq, saxlayaq. Harmoniyanı yoxsa təzad yaratmağı sevirsiniz? Mənə elə gəlir ki, harmoniyasız təzadlar da olmaz. Harada olursan ol, orada mütləq harmoniya olmalıdır. Harmoniya gözəllik deməkdir. Bir notun üzərinə 2 not əlavə edirsən, 3 not, 4, 5, yəni ki, kvartet olur, kvintet olur, sekstet, orkestr, kamera orkestri, bunlar hamısı harmoniya şəklində. Yəni, sevinci paylaşarsan, sevinç çoxalar, kədəri paylaşarsan, kədər azalar, onu əbəs yerə deməyirlər. Musiqi, söz, rəng, üçü bir yerdə. Bunlar musiqi, söz, rəng, bunlar üçü bir yerdə, ayrı-ayrılıqda bunlar doğrudan da çox anlamsız olarlar, çox zəif olurlar. Böyük şairlərimiz, böyük bəstəkarlarımız, dahi rəssamlıqları da olub. Stravinski dahi bəstəkar, çox gözəl rəssam olub. Xəyyam Mirzəzadə çox gözəl rəssam olub. İsmail Hacıbəyov çox gözəl rəssam olub. Arif Məlikov, Səttar Bəhlizadə dahi, mənim müəllimim, dahi rəssam deyərdim Arif Məlikova, onun gözəl əsərləri və
Elə rəssamlarımız var ki, Toğrul Nərmanbəyov gözəl ifaçı, vokalist ifa edir. Toğrul Nərmanbəyov kimi bizim rəssamlarımız, şairlərimiz. Mənim Dəlinin Rəssamı adlı kitabım Əşrəf Heybətov xalq rəssamımız, Azərbaycanın yeganə rəssamıdır ki, Vatikanda onun əsərlərinin sərgisi keçirilib. Kitabımın şeirlərinin rəssamı, illüziya, rəsm, onların necə deyərlər, açıqlamasını, əsərlərin açıqlamasını, təqdimatını onu Əşrəf Heybətovun əsərləri ilə təqdim olundu. Və orada mən Dəlinin Rəssamı adlı kitabımda mənim bir yumruq olaq qələbə uvertürası, partiturası yer aldı. Yəni, mənə elə gəlir ki, ata, oğul, müqəddəs ruh necə? Üç ulum, üçü bir yerdə. Musiqi, söz, rəssamlıqda onlar üçü bir yerdə doğulublar. Sizin musiqinizdə həm güclü duyğu, həm də həyatdan gələn bir enerji var. Sizcə daha çox hansı hisslər sizi mahnı yazmağa məcbur edir? Sevinç, kədər, yoxsa üsyan? Mən bax, bu dənizin ortasında oturmuşuq, mən buna şükür edirəm. Həmişə mən şükür eləmişəm Allaha, şükran. Mənə güc verən şükranlıqdır. Ona görə sevinç də gəldi, gedərdi. Kədər də gəldi, gedərdi. Və yaxud da ki, üçüncüsü nə idi? Sevinç, kədər. Kədər, üsyan. Üsyan da gəldi, gedərdi. Amma şükranlıq heç vaxt gedərdi. Getməz. Həmişə şükür etmək. Şükür etmək hər zaman var. Ona görə də mənim bir əsərimi istəyirəm ifa edeyim. Müqəddəs məskənində Allaha həmd edir. Möhtəşəm göy qübbəsində ona həmd edir. Qüdrətli işləri üçün ona həmd edir. Bol əzəmətinə görə ona həmd edin. Həmd edin, ona həmd edin. Ona həmd edin, ona həmd edin, Allaha şükür edin. Müqəddəs kitabdan yazmışam buna, zəburlardan, Davudun zəburlarından. İlk bəstəkar bilirsiniz də, Davud Peyğəmbər olub, onun zəburları. Və mənə də bu kitab... Baxın, elə... Bu əsər Amerikada bütün tədbirlərdə, xor şəklində hər gün ifa olunur. Baxın, elə bu enerjinizi tamaşaçılar çox sevir. Bəzən elə bir hallar olur ki, anidən qərar verməli olursan. Bu qərarlar sənin həm leyhinə ola bilər və ya əksinə ola bilər. İndi edəcəyimiz rubrika nədən ibarətdir? Mən sizə suallar verəcəm, qısa. Siz də o suallara görə qısa, lakanik cavablar verəcəksiniz. Məncə sənin mənə birinci sualın olmalıdır ki, papaq sənə necə yaraşır? Papaq sizə əla yaraşır. Sənə də çox gözəl yaraşır. Dəniz sizi qorxudur, yoxsa sakitləşdirir? Dənizdə həm qorxu var, həm sakitləşdirmək var. Ona görə dənizlə ehtiyatlı davranmaq lazımdır. Növbəti sual. Ən çox kimlərlə eyni gəmidə olmaq istəməzdiniz? Kimlərlə? Nuhun gəmisi yadva saldı. Əlbəttə ki. Yəni, naşükür insanlardan istəməzdim bir gəmidə olmaq. Olasınız. Səyahət qaçışdır, yoxsa axtarır? Əlbəttə, səyahət axtarış deyəndə insanlar səyahətə çıxırlar ki, axtarsınlar, gözəlliklər tapsınlar. Amma mənim ancaq səyahətlərim mənim üçün ani bir zaman yaranır. Çünki bilmirəm ki, bugün buradayım, sabah harada olacağım, bir saat bundan sonra haradayım. Ağ ətəkli dalğalar ağ çiçəyimi mi xatırladır? Bəli, əlbəttə ki, dənizin də öz çiçəkləri var. Mənim də ağ çiçəyi mahnım var. Ona görə dənizə çiçəklər də yaraşır, hər şey yaraşır. Yaxşı ki, dəniz var. Bəs axına qarşı üzmək necədir? Mən elə həmişə axına qarşı üzmüşəm, qızıl balıq kimi. Dənizin hansı halı sizə bənzəyir? Dənizin hər halı mənə bənzəyir. Mənim dənizim isə səndən ayrı, səndən uzaq, bir sahilə çırpınan, ləpə olmaq istəyirəm, olmuram, bacarmıram. Sən bir sərt qayasan ki, çırpılaraq qaçıram, ürəyimi tək bircə mən dənizə açıram. Hər mahnının öz taleyi var. Siz yazdığınız mahnılardan hansının taleyinə özünüzdə təəccüblənmisiniz? Yəni, düşündüyünüzdən daha çox sevildi, yayıldı.
Bilirsiniz, hər mahnının əlbəttə öz taleyi var. Çünki mahnı deyərdim ki, insanlardan çox yaşayır. Şair yazanda şeirini, onun artıq bəstəkarı da elə orada doğulur. Əbəs elə deyil ki, bu qədər şeirlər var, bu qədər poeziya, dərin poeziyamız var. Onlara elələri var ki, onların musiqiləri var, amma elələri var ki, onların musiqiləri yoxdur, öz yarları onların yoxdur. Mənim yaradıcılığımda tez-tez qarşılaşıram, özüm də təəccüblənirəm. Mahnını yazandan sonra fikirləşirəm ki, yox, bu indi gəldi, bu ola bilməz. Mən kitabı açdım, musiqisi gəldi. Qoy bu kitab qalsın, sabah biraz da axtarıram, bəlkə daha yaxşı musiqi yaranacaq. Amma oturmuşam hətta həftələrlə, görmüşəm, yox, elə ani hansı musiqi gəlib, elə orijinal da o olub. Bizim mərhum millət vəkilimiz Qənirə Paşayevanın bir mahnısını yazmışam. O da bu mövzuda Allaha yaxın, məsələn, həyata küsmə sözlərinə mahnı bəstələdim. Dedi, Elza, mən səni istəyirəm ki, sən həyata küsmə şeirimə mahnı bəstələ. İnsanlar həyatdan küsməsinlər, intiharlar olmasın, yəni boşanmalar olmasın, cavanlar həyatdan naşükür olmasınlar. Məsələn, həyata küsmə, küsmə, heç bir zaman, həyata küsmə, küsmə, sən bir dayan, o çox gözəl, o şirin, o çox qısa, o sənin, haqqı yox bir kimsənin, onu səndən almağa, onu səndən çalmağa, yaşa öz həyatını. Elza xanım, verilişimizin bu yerindən biz keçid alırıq sual qutumuzun yanına. Gəlirik sual qutumuzun yanına. Bu rubrikamız nədən ibarətdir? Deməli, hər verilişdə qonağımız növbəti qonaq üçün bir sual ünvanlayır. Keçən verilişimizdə də Ədalət bəy idi qonağımız. O sizi, yəni bizim qonağımızın kim olduğunu bilmirdi. Amma bir sual ünvanlayıb. İndi biz bu sual qutusunu açırıq və oradan çıxan sual sizə ünvanlanır. Baxıram verilişlərinizə, çox gözəl, biri-birinə maraqlı. Sağ olun, təşəkkür edirəm. Nə sual var? Nə sual verib, mən də onu çox sevirəm. Gözəl dostumuz, qardaşımız. Baxarım, burada bir gözəl qələm də var. Yəqin mən onu yazmalıyam da, hə? Bəli, siz əvvəl o sualı oxuyursunuz, əlbəttə. Qızıl balığı tutsaz, nə istəyirsiniz? Qızıl balığı tutsam, ona ədalətli qərar istəyərəm. Çox sağ ol, əziz Ədalət əzizimiz və mən də bilirəm ki, Ədalət Şurov əskərliyi dənizçi olub, o dənizə çox bağlıdır, suyun altında aylarla qalıb, illərlə. Və siz bizim növbəti verilişimizin növbəti qonağına, təbii ki, o qonağı biz bilmirik, ona bir sual ünvanlayacaqsınız. Tamam, mən baxmıram, siz onu bükür, sandıq üstünə. İmzamı da Bəli. qoydum, qutumu bağladım və çox gözəl qutudur. Bir qutuda özümə baxım. Təşəkkür eləyirəm Elza xanım, çox sağ olun. Bu bizim verilişin sonuncu rubrikası idi. Çox təşəkkür eləyirəm, bizim verilişimizə gəldiniz, mənim dəvətimi qəbul elədiniz, verilişimizə təşrif buyurdunuz. Əziz tamaşaçılar, bugün limanda çox rəngli və çox duyğulu bir səyahət yaşadıq. Elza Seyidcahanla birlikdə musiqinin dalğalarına baş vurduq, həm də düşündük. Dəniz kimi gah coşqulu, gah da sakit, amma həmişə dərin olan bir qonağımız vardı. Biz bugün Elza xanımı öz limanımızda qarşıladıq, indi isə dalğalarla yola salırıq. Hər insanın bir limanı var, kimisi musiqidə, kimisi sevgidə, kimisi də sadəcə dost söhbətində sığınır o limana. Bizim limanımız isə həmişə sizsiz, əziz tamaşaçılar. Yelkəniniz hər zaman sakit dənizlərə açılsın. Görüşənədək.